Bu da amortizasiya olunur və kapitallaşa bilir. Eynən səhmlər yadınızdadır. Səhmlər, əsas vəsaitlər yadınızdadır. Əsas vəsaitləri alanda bu kapitallaşmaya düşür. Biris alıram, tam 10.000-ə, biricəyi aldım. Bu gəlib 103-ə kapitallaşır. Və yaxud da burada 538 olsun. 38. Bunun 500 manat quraşdırılması 538. Bu da gəlir 103-ə düşür. Və bunların 1890 manatlıq ƏDV-si hara düşür? 241.538 olacaq. Okay. ƏDV kapitallaşmayacaq. Kapitallaşdı ancaq biresin lisenziyası, kapitallaşdı biresin quraşdırılması 10.500. Sonra da bu 10.500 nə oldu? Bu 103-dən çıxıb 101-ə gəldi. 10.500. Gəldi, indi oldu süzüşü qeyri-maddi aktiv. Qeyri-maddi aktiv nə deməkdir? Maddi aktivdən qeyri-maddi aktivin fərqi nədədir? Maddi aktivin şərtləri var idi də, yadınızdadır. İqtisadi səmərəsi olmalı idi, dəqiq müəyyənləşən olmalı idi, düzdür. Qeyri-maddi aktivin, yenə də onda da eyni iki dənə cəhət var. Üçüncü artıq cəhəti var, fiziki xassəsi yoxdur. Yəni, iqtisadi səmərəsi olmalıdır, xeyri olmalıdır. Məsələn, dəzgah işi ustalara qənaət edirsə, birisi də mühasiblərə qənaət edir də, xərcinə qənaət edir məsələni. Dəqiq müəyyənləşən olmalıdır, müqaviləsi var, qayməsi var və onun fiziki xassəsi olmamalıdır. Söhbət fizikadan gedir. Bu, markerin fiziki xassəsi var. Var, bərkliyi var, düzdür. Onu sındırmaq olar da, düzdürmü? Bu, açsam torpağa illərlə, düzdür, çox uzun illərlə, amma çürüyəcək də eyni zamanda, düzdürmü? Kimsə deyir, plastik çürümür, amma mən düşünürəm ki, çürüyəcək. İyi var, ətri var, çəkisi var, kütləsi var. Bu hansı fizikaya aiddir? Bu hansı nədir? Fiziki xassədir. Fiziki xassəsi yoxdur, dəyəri var, xeyri var. Bir proqramdır. O, kompüterin içindədir. Onu götürüb çəkisinə baxa bilməzsən, iyinə baxa bilməzsən, düşüb sınmayacaq, çürüməyəcək, düzdürmü? Amma mövcuddur. Yəni, əllə dəymək mümkün olmayan düzgün deyil, o düzgün yanaşma deyil. Misal üçün, ən adi bir şey deyim sizə ki, qazın siz əllə dəyə bilməzsiniz. Qazdır, necə əllə deyəcəksin, amma iyi var, düzdürmü? Yəni, əllə deyə bilməyən anlayış, tamamilə yanlış, səhv bir anlayışdır. Bir çox kitab orada tərifi görmüşəm, yanlışdır. Qeyri-maddi aktiv, fiziki xassəsi yoxdur, amma xeyri var və dəyəri var. Okay. Şəklini çəkin. Tak. Sonra deyir ki, goodwill nə deməkdir? Goodwill da bu işin ürəyidir. Deyir ki, iki dənə müəssisədir. Bu iki dənə müəssisənin mənə yaxşı marker verir buna. İki dənə şirkətdir. Biri balacadır, bu qoyuram, balans, aktiv, pasiv. Biri də böyük, ikisi də bu olur. Yekə balans. Yekə şirkət, bu balaca şirkət. Okay. A şirkəti, B şirkəti də ola bilər. Nəsə, bu olsun, balaca şirkət. Balaca MMC. Və yaxud da ASC. Bu ASC-nin ümumi dəyəri 200.000-dir. 250.000. Aktivlər 250.000-dir. Kapital 180.000-dir. Öhdəliklər 70.000-dir. Okay. Və bunu satırlar. 40%-ni çıxardıblar satışa. 100.000 qiymət qoyublar. Deyir ki, bu səmanın şirkətidir. 100.000-də qiymət qoyub. Biz də onu almaq istəyirik.
Biz indi müəyyənləşdirməliyik ki, görək biz 100.000 pul verəndə biz bu şirkətdən nə əldə edirik, nə itiririk. Aha, görək. Bundan ötəri xalis aktivlər. Aktivlər deyilən bir düstur istifadə edəcəyik. Aktivlər çıxılsın, öhdəliklər alınır xalis aktivlər. Xalis aktivlər və kapital deməkdir. Çox dərinliyi getməyən. 250.000 aktivlərdən bunu tərsini edəyim. 80 bunu 70 edək, asan hesablansın. Öhdəlik çıxırıq 80.000 öhdəlikləri. Bu edir 170.000 kapital. Bizə isə bunun 40% lazımdır. 250.000-in 40%-i 100.000 eləyir. Razısınız? 80.000-in 40%-i eləyir 32.000. Bununla razısınız? Razısınız. Deməli, biz əslində 68.000-lik bir aktiv əldə edirik. Amma bizdən 100.000 istəyir. Başlaşdırır. Şimdi yuxarı aşağı auksiondur. Heç kəs ona 100.000 vermir. Biri 70.000 verir, biri 75 verir, biz 78 veririk. Biri çıxır 80 verir, 83 verir. Biz 85 veririk və 85'e bunu alırıq. Aldıq mı, buna deyirlər ədalətli dəyər. Bunun ədalətlə bir əlaqəsi yoxdur. Bu, belə deyək ki, terminin adını, ümumiyyətlə bütün iqtisadi maliyyə terminlərinin 70%-i ABŞ-dan gəlir. Kapitalizm beşiği sayılır. Və ABŞ da biraz möhmatçı bir cəmiyyət olduğu üçün, bilmirsiniz, ABŞ cəmiyyəti çox möhmatçıdır. Onu filan, qara pişik, belə şeylər çox önəmli var. Və ədalətli dəyər deyəndə bunlar ilahi ədaləti nəzərdə tutulur. Yəni, bizim üçün götürsə, ədalətli dəyər 68.000-dir. Daha məntiqli və daha ədalətlidir. Yəni, bunun aktivləri, borcları var. Yəni, 170.000-dir də bunun özününki. Özününkünü 40%-ni sata bilərsən də. Özü aid olmayan sata bilməzsən ki, düzdür. 68.000-i 85'i satdı. Amerikanlar deyir, yox, ədalətli dəyər budur. Bu alıcısını tapdısa, ilahi ədalətdir. Onun elə dəyəri 85.000-dir. Başa mən bunu çox vaxt rəsm məsələlərlə müqayisə edirəm. Rəsm məsələləri, elə gic-gic rəsm məsələləri var. Siz də mənim bağışlayın, götürür, tərsini asılsan. Necə asılsan bilmirsən, heç buna baxırsan. Vedirənlə kraska töküblər üstünə 2 milyon qiyməti var. O nə əziyyəti, nə kraskası, nə də heç bir şey. O, sevinç. Nə də heç bir şey onun dəyərini, mayasını gətirib 2 milyona çıxarda da bilməz. Amma 2 milyon ona verilir. Verən varsa ona ədalətli 2 milyon ədalətli deyək. Saatlar, gəlin. Saatlar, tissot, missot falan, nə bilimlər, Filip Patek, adı saatdır. Yəni, onun mexanizmi bu adı saatdan içindən xüsusi heç neylə fərqlənmir. Uzaq başı qızıl ola bilər. Qızılını hesabla cəhənnəm olsun 30.000. Daha 300.000, 500.000 yoxdur. Bundan sallanan uçası deyilsən də, yəni yaxşı Ferrari, Lamborghini falan bu motorunu düzəldirlər, özəl yığırlar falan, maşın həqiqət sürətli yeri də bir şey işə yaramır əslində. Bizim yollarda onu sürə bilməzsə maşınlarla alınır. Amma mövzu odur ki, onun üçün biraz məntiqi var o budur. Amma bu saatdır da, yəni bu saatda yoxdur orada onun müayəsində o qədər. Onun prosta hörməti var. Yəni sata bildirsə, alıcısını tapdısa ona ədalətli deyil. Çıxırıq buradan onun xalis aktivlərini, yəni 68.000-i, yerdə qalır 17.000, bax buna deyirlər goodwill. Burada da bizim 1 milyonluq şirkətimiz var, atıram 1 milyonluq. Bu 1 milyonluq şirkət öz pulu ilə kapital 900.000-dir. Öz pulu 900.000-dir və öhdəlikləri də deyək ki 100.000-dir. Bu şirkətin 40%-ni aldıq, buna 85.000 pul verdi. Verməyib belə, səmaya borclu qalıblar. Səma düz deyirəm. Səmanın şirkətidir. Səma öz şirkətin 40%-ni satıb. İndi bu şirkət səmaya təzə öhdəlikdir.
Səmaya 85.000 pul borcludur. Ki, eyni zamanda Səma şirkətinin aktivlərinin 40% artıq bunun aktivləridir. Bunun konserndə olunmuş hesabatına düşəcək. Eyni zamanda Səmanın borclarının 80.000 olan borclarının 40%, 32.000 o da gəldi düşdü bu şirkətin borclarının içinə, ötəliklərə. İndi bu tərəf oldu bizdə hesablasaz 1 milyon üstə 85, 32, 117.000. Bu tərəf oldu 1 milyon 100.000. Bu 17.000 nədir? Bu 17.000 goodwill-dur. Bu nə deməkdir? Bu elə bir ki, uduşlu biletdir. Biz Səmanın şirkətinə güvənirik, arxayınıq ki, Səmanın şirkəti böyük qazanc getirəcək. Ona görə onun şirkətinin 40%-ni dəyərindən 17.000 artıq pul verib alırıq. Bu 17.000 bizim üçün uduşlu biletdir, qeyri-maddi aktivdir və o da gəlir düşür aktivlərin içinə. Burada olur 117.000. Okay. Buna hansı hesabın qabağına yazın bunu? Bu 17.000 goodwill-ın qabağına hansı hesaba yazın? 479 düzdür. 479 deyim də. 631. 631 yox. Yox. Ailə gəlirlər. Səma deyəcək. Nə keçdik bu gün qeyri-maddi aktivlərdə? Hansı hesabı keçdik təzə? Əsas vəsaitlər kimi, onun amortizasiyası var. 103. Nə bileş gəldi, nə hansı hesabı keçdik necə? Orada da nə telefonda da hiss olunur, diqqətli baxmaq lazım. 181. Hə? 181 yox, o maddi aktivlərdir. Onu sildim. O lövhədə o qarışıq olan var, amma o yox. Ən axırıncı şəkil. 231. Yox. O silir, o lövhəni keçkinlə boşu. Təmiz, biraz nisbətən təmiz vəziyyətdə idi. Ən aşağı yazdığın şeydi. Heç onu çəkməyib. 200 Yox. ise 101, bəli, qeyri-maddi aktivlər 101. Son. Bu 101 bugün sizin öğrendiyiniz təzə hesabdır. 101, 102, 103 qeyri-maddi aktivlər, onun kapitallaşması, 103. onun kapitallaşması və onun amortizasiyası çox sağ olacaq. Davayç. Oy. Gəlin də əmək haqqı və onun da keçirik sonra bir hesab. Yaxşı. Tamam.